Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Studiyada mənəm Arzu Xəlilova. Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çinin Nəqliyyat Naziri Liu Wei və digər rəsmi şəxslər qarşılayıblar. Hörmətli tamaşaçılar, daha ətraflı məlumatı isə Prezidentin səfərini müşahidə edən əməkdaşımız İbrahim Kəmiloğlu çatdıracaq. Salam, hər vaxtınız xeyir. Arzu, bəli, sizin də qeyd etdiyiniz kimi Prezident İlham Əliyev Çində dövlət səfərindədir. Bu dövlət başçısının Çinə ilk səfəri deyil. Dövlət başçısı 2014, 15, 19-cu illərdə Çində səfərdə olub. Bura dövlət səfəri, işgüzar səfər, eləcə də Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak daxildir. Ümumiyyətlə, Azərbaycan Çinlə əməkdaşlığa böyük önəm verir. Xüsusilə də onu qeyd edim ki, Azərbaycan son dövrlərdə xarici siyasətinin əsasını Şərq və Asiya təşkil edir. Çin də burada çox önəmli ölkədir. Çünki Çin dünyada aparıcı iqtisadi mərkəzlərdən biridir. Eləcə də Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Onu da qeyd edim ki, Azərbaycandan Çinə ixrac 7,9% və Çindən idxal isə 17,69% təşkil edir. Müxtəlif sahələrdə əməkdaşlıqlar var hazırda. Təhsil sahəsində, mədəniyyət sahəsində, innovasiyalar sahəsində. Onu qeyd edim ki, təhsil sahəsində olanlardan birini qeyd edim. Hazırda Çinin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunur. Çinli tələbələr Azərbaycan dilini öyrənirlər və Azərbaycan da alternativ və bərpa olunan enerji sahəsində, innovasiyalar sahəsində layihələrin, yəni Azərbaycanda bu cür layihələrin həyata keçirilməsi üçün Çinlə danışıqlar aparılır. Sabah da ölkə başçıları səviyyəsində və digər səviyyələrdə ciddi görüşlərin keçirilməsi gözlənilir və daha ətraflı məlumatlar sizə çatdırmağa çalışacağıq. Hələ ki bizdən bu qədər, buyurun söz sizdədir. Təşəkkür edirik İbrahim, ətraflı məlumat üçün davam edirik. Hörmətli tamaşaçılar, Bakıda köhnə qəzalı vəziyyətdə olan tikililərin söküntüsü davam edir. Xətai, Sabunçu, Suraxanı rayonlarında söküntü aparılacaq. Ünvanlar da artıq açıqlanıb. İşlər may ayından start götürəcək və mərhələlərlə aparılacaq. Xətai rayonunda 100 qəzalı bina söküləcək ki, adı çəkilən digər rayonlarda da istismar müddəti başa çatan binaların sayı 100-dən az deyil. Aparılacaq işlərlə bağlı daha ətraflı növbəti xəbərimizdir. Ünvanlar da bəllidir rayonlarda. Bakıda gələn aydan qəzalı binaların yerləşdiyi ünvanlarda söküntü işlərinə start veriləcək. Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir sıra qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi, Babək küçəsi 23, Allahverdiyev, yəni keçmiş Frunze küçəsi 16 və 6-cı Mədən küçəsi 38 ünvanında yerləşən binaların sakinlərinə bir dəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi barədə müvafiq qurumlar tərəfindən qərar verilib. Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi ev 87, Xətai rayonu Oksigen küçəsi ev 1, Marat Əmirxanov küçəsi ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar da söküntü işlərinin başlanacağı ünvanlar siyahısında yer alıb. Söküləcək binaların sayı təkcə Xətai rayonunda 110-u keçib. Söküntüsünə start veriləcək binalar əksəriyyəti istismara yararsız olan 2, 3 və 4 mərtəbəli yaşayış binalarıdır. Qeyd olunan binalarda mənzillərin sahələrinin müəyyənləşdirilməsi ilə bağlı ölçü işlərinin aparılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sabunçu və Xətai icra hakimiyyətlərindən bildirilib ki, artıq investorlar cəlb olunub, işlər mərhələlərlə davam etdiriləcək. Qəzalı binaların sakinləri isə hələlik onlara kompensasiya ilə bağlı konkret söz deyilmədiyini bildirirlər. İndi hər yerin öz qiyməti var. Gərək ona görə də
Cəmaatı razı salsınlar. Evdən çıxardanda cəmaatı razı salsınlar. Kompensasiya necə, ürəyinizcədir, təklif olunur? Heç bizə hələ o barədə heç nə deməyiblər. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü işləri Bakının baş planına əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Amma bilavasitə dövlət tərəfindən icra olunan layihələr ki var, bu layihələr daha çox qəzalı vəziyyətdə olan çox mənzilli binaların tədricən söküntüsünü nəzərdə tutur ki, o sökülən binaların əksəriyyətinin yerində bina tikintisi nəzərdə tutulmur. Xətai, Sabunçu, Suraxanı rayonlarında qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyatları üçün alınma varsa, 20% əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub. Sevinç Vaqif qızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. Gecə Bakıda ağır cinayət olub. Kişi yaşadığı evdə ailə üzvlərinin gözü qarşısında bizlə vurularaq qətlə yetirilib. Hadisədən sonra əməliyyatçılar şübhəli kimi onun qaynatasını saxlayıblar. Kürəkən və qaynata arasında dava edilməklə bəs səbəb nə olub? İzləyək. Kişi kirayədə qaldığı evin yaxınlığında bizlə qətlə yetirilib. Hadisə onun ailə üzvlərinin gözü qarşısında törədilib. Şübhəli kimi isə qaynatası saxlanıb. Ağır cinayət gecə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində törədilib. Hüquq mühafizə orqanlarına məlumat daxil olub ki, Nurlan Həsənov küçəsində fərdi evlərdən birinin yaxınlığında Ədil Məhərrəmov ad soyadlı şəxs qətlə yetirilib. Dərhal istintaq qrupu hadisə yerinə gəlib. Aşkar edilən kişi meyidi müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə aparılıb. Sözü gedən ağır cinayət durduğum bu ərazidə baş verib. Məlumatlara görə 57 yaşlı Nəcəf Qafarovla Ədil Məhərrəmov kirayə qaldıqları evin yaxınlığında hələ ki bilinməyən səbəbdən aralarında mübahisə yaranıb və mübahisə zamanı Nəcəf Qafarov bizlə Ədil Məhərrəmovu vuraraq öldürməkdə əsaslı şübhələr müəyyən edildiyindən o saxlanaraq istintaqa cəlb edilib. Məlumatlara görə hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini əvvəllər qətl və digər cinayətlərə görə məhkum edilmiş Nəcəf Qafarovla mərhum Ədil Məhərrəmov qohum olublar. Qonşular belə iddia edirlər. Deyim sizə, hardasa saat 22:30 radələri idi. Səsə çıxdıq biz evdən. Polislər var idi burada. Eşitdik ki, yəni burada kirayədə qalan bir nəfəri bıçaqlayıblar. Yəni bunu eşitmişik. Ki bıçaqlayıblar, yəni qətlə yetiriblər də, belə deyək. Yəni hər ikisi orada kirayə qalırdı yoxsa? Deməli, qadın idi, bu rəhmətə gedən şəxs idi. Bir də 2 uşaqları var idi, səhv eləmirəmsə, bir qız, bir oğlan. Ailə olaraq. Bəli, bəli. Bəs o birisi, o vuran, öldürən? Vuran tanımıram, amma deyirlər gəlinin atasıymış. Bizdə olan məlumata görə, yəni qonşuların dediyinə görə qızın atası qətlə yetirib oğlanı. Yəni qaynatası öldürüb. Bəli, bəli. Eşitdim ki, burada hadisə olub, tabii kim elə olubdu, kim olub, kim iştirak edib, kim gəlib ki, ondan xəbər yox. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir. Ramal Abdullayev, Cəfər Qasımov, Xəzər xəbər. Ötən gecə Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli 4 otaqlı həyət evində güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə ciddi yanğı xəsarətləri alıb. Fövqəlalar Nazirliyinin əməkdaşları yanğını tezliklə nəzarət altına alaraq qonşu tikililərin zərər görməsinin qarşısını alıblar. Məlum olub ki, həmin ərazidə spirt məhsulları istehsal olunurmuş. Daha ətraflı isə növbəti sujetimizdə. Adam səsi gəlirdi. Uşaq düşdü, onu gətirdi, gəldi həyətə, o yanan adamı. Mən üzünü bilirdim, əlini bilirdim. Bura gəlib, oradan düşüb, bura gəlib, atlanıb. Həm də uşaq gətirdi həyətə ki, nəysə yardım eləsin də. Ötən gün gecə 1 saatdan artıq davam edən güclü yanğın olub. Nəticədə Elvin Məmmədov adlı şəxs dünyasını dəyişib, Nihad Əşrəfov isə ağır yaralanıb. Hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivində baş verib. Hadisə bu ünvanda baş verib. Bura 2 mərtəbəli 4 otaqlı bir ev kimi görsənsə də burada spirtli içki istehsal edilirmiş. Hətta burada qabları da görmək mümkündür. Demək olar ki, hər otaqda onlarla belə şüşə qablar mövcuddur. Həyətə çıxdıqda isə burada qablaşdırılmış spirtli içki qablarını görürük.
Daha sonra isə içəridə onların üzərinə yapışdırılan etiketi görmək mümkündür. Ümumiyyətlə demək olar ki, bütün otaqlarda müəyyən qırıntılar hələ də qalmaqdadır. Digər bir məqam isə ondan ibarətdir ki, mətbəx hissəsinə baxdığımızda görürük ki, paltaryanın içərisində isə spirtli içki qablarının qapaqları var. Ərazidə yaşayan sakinlərin sözlərinə görə həmin ünvanda çoxdandır heç kim yaşamır. Son günlər həmin evə gəliş-gediş olub. İşığı başa düşürdüm. Amma gördüm ki, sonradan yəni alov yayıldı. Onda bilmişəm ki, yanğın var. Deyirlər ki, burada spirtli içkilərin satışı ilə məşğul. Vallahi mən heç bilmirəm amma siz düz mən bildim, amma heç hiss olunmayıb. Bir qapıya bir maşın gələr, nə bilim nə gələr. Bir görmüşük özləri gələndə maşınla gəlib, maşınla gediblər. Alov gəlir, belə güclü alov çıxırdı. Sonra pajarlı gəldi, söndürdü. Belə söz gəzdi ki, kirayə, belə evdə heç kim qalmırdı. 2-3 gündə dedilər ki, işıqları yanır. Sözü gedən evi kirayə götürən şəxsin vəkili Xəzər xəbərə bildirib ki, orada istehsal olmayıb, sadəcə ambar kimi istifadə edilib. Həmin vaxt evi kirayə götürən Fərahim adlı şəxs ünvanda olmayıb. Onlar bildirir ki, hadisə yəqin ki, orada olan şəxslərin səhlənkarlığına görə olub. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Xəzər xəbərə bildirilib ki, ümumi sahəsi 200 kvadrat metr olan 2 mərtəbəli, 4 otaqlı, spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikillər mühafizə olunub, yanğın söndürülüb. Məsələ ilə bağlı təbibdən qeyd edilib ki, 24 yaşlı şəxs üzün, hər iki qulaq zeyvanının, boynun, hər iki saydın, gövdənin arxa səthinin 2-3-cü dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərmanov Tibb Mərkəzinin nəzdindəki yanıq mərkəzinə gətirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Fidan Əsədli, Vüsal Hüseynov, Xəzər xəbər. Selin ən çox ziyan vurduğu şimal bölgəsində fəsadlar hələ də qalmaqdadır. Xaçmazın bəzi kəndlərinin həyətlərində lil, palçıq əlindən tərpənmək belə olmur. Evləri uçan sakinlər də var, təfərrüatları istəyir. Evlərin bir hissəsi uçub, zirzəmlər suyun içindədir. Həyətlər isə lil palçıqdır. Bura Xaçmaz rayonunun Cığatay kəndidir. Ötən həftə yağan güclü yağışlardan sonra yaranan selin fəsadları hələ də qalmaqdadır. Yağıntıdan sonra Ağçay məcrasından çıxaraq istiqamətini dəyişib və kəndin içərisinə axıb. Nəticədə onlarla ev suyun altında qalıb. Bir neçə ev isə tamamilə dağılıb. Kreslonu birini çıxartdılar, qalanlar çıxmır, qalıb orada. Şifonelim qalıb orada, qoşa kravatlarım qalıb orada. 6 dənə xalçam qalıb ev içində, ev içində qalanlardı burada. O kuxlanın zadında, kuxlan xalçalar. Daha heç neydi, o şimdi bütün paşımız paltarımız. Evin hər tərəfi patvallar doludur, zaborlar yaxşır, övmə çarp düşür. Heç kim baxan yoxdur. Xahiş edirəm bir tədbir görürsünlər bu barədə. Bərbər çox qorxdum, özüm ölmüşdüm, qalmışım malların yanında. Yəni bu qədər yaşınız vardı, görmüşsünüz belə yəni? Mən xeyr, hələ şey görməmişim bunu. Heç kimi görməmişim. Bu bir faciədir. Xaçmaz rayon icra hakimiyyətindən Xəzər xəbərə verilən məlumata görə ziyan dəymiş evlərlə bağlı aktlar tərtib olunacaq və müvafiq tədbirlər görüləcək. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzalı vəziyyətə düşən evləri qeydiyyata alırlar. Emin Kərimov, Aytən Fehruz, Xəzər xəbər. Sel sularının təsiri nəticəsində öz məcrasını dəyişən Pirsa çayı Hacıqabul rayonunda bir sıra fəsadlar törədi. Kənd yolunun uçması sakinlərin gediş-gəlişini çətinləşdirib. Çay məcrasını dəyişib, kənd 2 hissəyə bölünüb. Sel sularının təsiri nəticəsində Pirsa çayının öz məcrasını dəyişməsi rayonun Çengan kəndində yolu uçurub. Nəticədə kəndin bir hissəsi ilə əlaqə kəsilib. Sakinlərin sözlərinə görə problem hələ də qalmaqdadır. Uçan həyat var ha, bu mənimdir. Baba, üzü vayına getdikdən su. Bağım gedir, bulutlu bağım gedim. Buradan tutdu orasına. Heç kim etini olmayıb, buradan getdi, orasına mənim hayatım gedim. Biz burada yaşayırıq, bu bizim evlərdir. Bu Pirsa çayı məcrasından çıxdığına görə bu çay istiqamətini dəyişib. Çay orada getməli idi. 200 neçə ev susuz qalır o yüzden aşağıda və buradan bizim yolumuz kəsilib. Həmin kənddə yaşayan sakinlər bildirir ki, artıq şagirdlər də məktəbə gedə bilmir. Su bölünüb gedib, yəni özümüzün evimiz, eşiyimiz pis vəziyyətdədir. Uşaqlarımız, nəvələrimiz, yəni yolumuz dağadandır, orada dağa da çıxmaq mümkün deyil. Yəni yolumuz buradan idi, öz büdcəmizə buradan biz yol çəkmişdik.
Onu da sel gəldi, sürtdü apardı. Çayın bir tane de 6 ev qalıb, 200-dən də yuxarı ev susuz qalıb çayın o özündə. 45 ilin evdarıyıq, bax biz burada yaşayırıq bala. Biz bura gələndə bu çay bax oradaydı. O çəpərin ağında gedirdi. Bu dağlar nə hündürlüyündə, belə şey yox idi. Bildirər, bir sel gəldi başa dönüb. Yudu götdü yapar. Sakinlərin üzləşdikləri problemlə bağlı Hacıqabul rayon icra hakimiyyətindən bildirildi ki, əraziyə texnikalar cəlb olunub, iş gedir. Problem çayda suyun səviyyəsi azalandan sonra həll olunacaq. Elmədin İsmailov, Yusif Kərimli, Xəzər xəbər. Son zamanlar burun nahiyəsinə müdaxilə estetik əməliyyatlar içərisində ən çox müraciət olunanlardan biri hesab olunur. Buruna cərrahi müdaxilədən əlavə estetik toxunuşlarla müdaxilələr də sosial şəbəkələrdə dəb halına alıb. Burun əyriliyinin dolğular vasitəsilə düzləşdirilməsi yaxud xüsusi aparatlar vasitəsilə burun iriliyinin kiçildilməsi kimi. Bəs bu müdaxilələr həqiqətən də nəticə verirmi? Böyük burunlara son ömürlük burun kiçiltmə. Sosial şəbəkələrdə burundakı çəpər əyriliyi və iriliyi kiçiltmək üçün aparatların olduğu iddia olunur. Hətta bir neçə seansa gözlə görülən nəticələrin əldə olunduğu bildirilir. Ancaq Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti bunun absurd olduğunu deyir. Ümumiyyətlə bu tip cihazlarla, bu prosedurlarla burun ara kəsməsinin əyriliyi düzəldilə bilməz. Mümkün deyil, ona görə də diqqətli olmaq lazımdır və bu proseslərə ehtiyatla yanaşmaq lazımdır. Hər bir orqanizmə edilən müdaxilə onun sağlığının zədə alması ilə və problemlərin yaranması ilə nəticələnə bilər. Mütəxəssis onu da bildirdi ki, bədəndə yağları, piyləri əritmək üçün istifadə olunan aparatlar burun üçün istifadə edilə bilməz. Çünki onlar göründüyü kimi yalnız dəri altı yağ piy təbəqəsinə təsir edə bilər. Amma burunda isə elə strukturdadır ki, sümük, qığırdaq, dəri və dəri altında çox az miqdarda yağ piy toxuması var. Ona görə də burunun şəkilləndirilməsi, hələ burun ara kəsməsinin, burun çəpərinin düzəldilməsi o cihazlarla icra oluna bilməz. Amma təbii ki, bunun reklamların qurbanı olan müəyyən şəxslər olur. O da bildirildi ki, belə prosedurlar dəridə qalıcı yanıqlara səbəb ola bilər. Aytən Fehruz, Aynurə Xudaverdiyeva, Aydın Bayramov, Xəzər xəbər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov həbs edilib. O, korrupsiya cinayətlərində təqsirləndirilir. Ramin Şükürov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsi tərəfindən saxlanılmışdı, amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Bugün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o 3 aylıq həbs edilib. İrandan PUA ilə 6 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində küllü miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram olan narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Gəncədə bir qrup məktəbli arasında dava olub, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Məlumata görə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləri məktəbin ərazisindən kənarda dalaşıblar. Bu zaman şagirdlərdən biri digərinə baş nahiyəsindən xəsarət yetirib. Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səid adına xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunan 17 yaşlı məktəbliyə sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə beyin travması diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən baş vermiş insident faktı təsdiqlənib və hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
Bakının Nəsimi rayonu Novruzov qardaşları küçəsində sakinlər antisanitar vəziyyətdə yaşayırlar. Onlar bu barədə Xəzər xəbərin qaynar xəttinə müraciət ediblər. Bildiriblər ki, üfunət iyindən evlərdə oturmaq mümkün deyil. Zibillər yola dağılır. Tullantı suları küçəyə axır. Görüntülər paytaxtın Nəsimi rayonu Novruzov qardaşları küçəsindəndir. Sakinlər mövcud vəziyyətin yaranmasında yaxınlıqda inşaat işləri aparan tikinti şirkətini ittiham edirlər. Onların sözlərinə görə tikinti üçün yük daşıyan ağır tonnajlı maşınlar küçənin kanalizasiya xətlərini zədələyir, asfaltı dağıdır. Pilot 16 şirkəti gəldi burada. Bu işə başlayandan sonra özü də görürsünüz ki, bütün hər yer zibilli idi. Nəvələrim çölə çıxa bilmir, məktəbə gedə bilmir. Yağış yağdı, and olsun Allaha. Bütün məhləmiz çamur olur. Şikayətçilər deyirlər ki, tikinti işlərini aparan şirkət yolun kənarını bağlasa, heç kim zibilini gətirib həmin əraziyə tökməz. Görünür, sakinlər də öz zibillərini təmizləməkdə maraqlı deyirlər. Yağ gəlir. Görürsən zibil, bütün iyi, qoxu, tarakan, sonra nə bilim mən, şan, krisa, məhliyə tökülür. Gör, neçə ildir biz böyle şeylər görməmişdik. Bu şirkət gələndən burada. Gecələr yata bilmirik. Uşaqlar çıxıb oynaya bilmir. Palçıqdır. Şikayətlə bağlı Pilot 16 tikinti şirkəti ilə əlaqə saxladıq. Suallarımızla tanış olduqdan sonra şirkətdən bizimlə yenidən əlaqə saxlanılacağı bildirilsə də məsələyə aydınlıq gətirilmədi. Nəsimi rayon icra hakimiyyətindən isə bildirildi ki, sözügedən tikinti şirkətinə antisanitar vəziyyətin aradan qaldırılması barədə xəbərdarlıq olunub. Qeyd edilib ki, həmin ərazi hal-hazırda Pilot 16 tikinti şirkətinə ayrılıb, söküntü işləri aparılır. 250-dən çox yaşayış evi sökülərək, qarşılıqlı razılaşmadan sonra köçürülüb. Söküntü gedən ərazidə ağır texnikalar işlədiyinə görə ərazinin hasarlanması qeyri-mümkündür. Bildirildi ki, tikinti şirkətinə növbəti xəbərdarlıq ediləcək. Zibil konteynerlərinin qoyulmasına gəlincə, ərazidə pozulan infrastruktur yeni konteyner meydançasının yaradılmasına imkan vermir. Sakinlər yaxınlıqdakı meydançadan istifadə edə bilərlər. İcra hakimiyyətindən o da bildirildi ki, qısa zamanda ərazidə təmizlik işləri aparılacaq. Nigar Polad, Davud İbrahimov, Aytən Fehruz, Xəzər xəbər. Yanacaq doldurma məntəqələrində sürücülərin əksəriyyəti yanacağın avtomobilin çəninə yavaş təzyiqlə vurulmasını tələb edirlər. Bu isə səbəbsiz deyil. Sürücülərdə belə bir düşüncə var ki, yanacaq yüksək təzyiqlə vurulanda 1-2 litr kəsilir. Yeri gəlmişkən sosial şəbəkələrdə yanacaqla bağlı yayılan görüntülər bir neçə gündür ki, müzakirələrə səbəb olub. Çində qeydə alındığı iddia edilən görüntülərdə 2 qaba fərqli qurğudan yanacaq doldurulur. Onlardan birinin daha köpüklü olması sürücülərdə sual formalaşdırıb. Həqiqətənmi? Sürətlə doldurulanda çənə daha az yanacaq süzülür, ətraflı sujetdə. İki qaba eyni anda doldurulan yanacaq. Birində yanacaq daha yavaş, digərində isə sürətlə vurulur. Biri daha çox köpüklü, digəri isə tam dolmuş görünür. Son günlər sosial şəbəkələrdə yayılan bu görüntülər ənənəvi sualı yenidən gündəmə gətirib. Yanacaq sürətlə vurulanda həqiqətənmi çən köpüklə dolur? Sorğu zamanı sürücülər məntəqələrdə yanacağın aşağı təzyiqlə vurulmasını tələb etdiklərini bildirdilər. Çox vaxt demişəm bir ilə vurur. Çünki nəyə görə? Yəni 2-nin üstünə vuranda həm təzyiq çox olur, həm yəni hava gedir, belə deyək də. Yəni həmin o kilometraj, həmin o vurduğun benzin 10 manatlıq, 20 manatlıq, 30 manatlıq benzin vurursan, baxırsan ki, o sürdüyün, yəni benzin yanacaq doldurma məntəqəsində vurduğun benzinlə kilometraj sürə bilmirsən. Vurmur. Əlbəttə fərqi görmüşəm. Zapravkaya gələndə bəzən deyirəm birlə vurun, görürəm ki, amma birlə vurmurlar. Hərdən vururlar, hərdən yox. Düşünürəm ki, birlə vuranda kilometraj daha çox verir. Həm də ki, baksa dibdə olan çöküntü qalxmır. Ona görə məncə birlə vurmaq da yaxşıdır. Avtomobillərin yanacaq sistemləri üzrə mütəxəssis Pərviz İsmailov deyir ki, görüntülər yanacaq doldurma avadanlığının reklamı ilə bağlı çəkilib. Yəni, yanacaq yüksək təzyiqlə vurularsa, çənə daha az yanacaq dolar yanaşması reallığı əks etdirmir. Bizdə benzinə nəzarət şöbəsi var, tam olaraq, tam qaydada. Bu, hər bir yanacaq doldurma məntəqələri yoxlanılır və insanlar düşünürlər ki, burada kəsinti olur, köpük vuranda bu sayğaç yenə də bizim yox. Bu, tam qaydada ola bilməz. Bu, haqlı narazılığa gətirib çıxardar. Yəni, insanlar görərlər ki, mən 50 litr yanacaq aldım, orada 35 litr göstərir. Çünki o videorolikdə elə əks olunub ki, demək, tam yarıya bu aldatma deməkdir. Bu, reallığı əks elətdirmir. İddialardan biri də yanacağın doldurulma sürətinin çəndəki çöküntüləri qaldırması ilə bağlıdır.
bildirilir ki, bu həm də avtomobilin yanacaq sisteminə ciddi ziyan vurur. Pərviz İsmailovun sözlərinə görə yanacağın doldurulma sürəti əksər avtomobillərdə çəndəki çöküntüləri qaldıracaq səviyyədə olmur. Buna səbəbsə avtomobilin yanacaq sisteminin quruluşudur. Hər bir benzin nasos yanacaq çəninin içərisində öz kasasında yerləşir və benzinin başlanğıc nöqtəsi, yəni qarlavinadan düz yanacaq çəninə gedib çatana qədər bunun ən azı bir 3-4 döngəsi var və yanacaq çəninin içərisində ən son nöqtəsində bir klapanı. Bunu sübut kimi bir yanacaq çəninin üzərinə açıb, içərisinə zibili, yəni çöküntünü biz əlimizlə qoyub bunu da belə alıb yoxlaya bilərik. Bu insanlar buradan narahat olmasınlar. Mütəxəssis onu da əlavə edib ki, yanacaqların təmizliyi yanacaq doldurma məntəqələrinin qurğularındakı süzgəclərin vaxtında dəyişdirilməsindən asılıdır. Kənan Qafar, Samir Qasımov, Xəzər xəbər. Davam edir, hörmətli tamaşaçılar. Dünən vəfat edən Roma papası Fransiskin Vatikandakı qiyamətgahındakı kapellasında müqəddəs Marfa evində onunla vida mərasimi keçirilib. Fransisk Santa Maria Maggiore Bazilikasında dəfn ediləcək. 2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi yeri dəqiq göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilir. Dəfn mərasimi şənbə günü aprelin 26-sında keçiriləcək. Vatikan qaydalarına görə pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir. Dəfn mərasimində iştirak edəcək dünya liderləri arasında Ukrayna prezidenti Volodimir Zelenskinin də adı çəkilir. Rusiya prezidenti Vladimir Putinin isə Papa Fransiskin dəfnində iştirakı planlaşdırılmayıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Ermənistanda gediş haqqının artırılmasına və avtobus marşrutlarının ləğvinə etiraz edərək yolu bağlayıblar. Belə ki, Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasına tələb ediblər. Etirazçılar Kotayk qubernatorunun aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb ediblər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar. Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri də cəlb edilib. Xatırladaq ki, aprelin 9-da Kasax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə heç bir dəyişiklik baş verməyib. Ermənistan parlamentində isə deputatlar arasında dava düşüb. Belə ki, parlamentdə vətəndaş müqaviləsi fraksiyasının deputatları ilə müxalif Ermənistan blokunun nümayəndələri arasında mübahisə yaranıb. Mübahisə Ermənistan fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin tətbiqi ilə bağlı bəyanatından sonra başlayıb. Xəzər xəbər izləyirsiniz. Azərbaycanda texnologiya, innovasiyaların inkişafı üçün strategiya, möhkəm infrastruktur, ixtisaslı kadrlar və dinamik startap ekosistemi mövcuddur. Gələcəkdə bu amillərin sinerjisi hesabına ölkəmiz regional rəqəmsal mərkəzə çevrilə və dayanıqlı inkişafa nail ola bilər. İnnovasiyalar üzrə ekspert Elşan Musayev belə deyir. Ekspert digər maraqlı məqamlardan da danışıb, odur ki, elə süjet izləyək. Azərbaycanın texnoloji suverenliyə nail olması vacibdir. Bu sözləri innovasiyalar üzrə ekspert Elşan Musayev deyib. Onun sözlərinə görə ölkəmiz regional rəqəmsal mərkəzə çevrilə və dayanıqlı inkişafa nail ola bilər. Azərbaycanda bu sahədə böyük potensial var. Həqiqətən burada hər şeyi etmək mümkündür. Şükürlər olsun, ölkəmiz bugün texnologiya baxımından da yaxşı vəziyyətdədir. Amma mən gələcəkdə daha da üstün mövqedə olmağımız üçün öz texnologiyalarımızı yaratmaq, satmaq, imkanlarımızı bölüşməyin vacibliyini vurğulamaq istəyirəm. Bilirsiniz, bu ölkəmizə əlavə üstünlük verəcək. Hazırda bəzi ölkələr texnologiyaya böyük vəsait yatırırlar, texnoparklar yaradır, universitetləri də buraya cəlb edirlər. Biz də bu yönə daha çox fokuslansaq çox yaxşı olar.
Elşən Musayevin sözlərinə görə hazırda bir çox ölkələr məhz proqram təminatına və texnologiyalara görə ixtisaslaşır. Ölkəmizin də texnologiya sahəsində daha da ixtisaslaşması baxımından gənclərin bu sahəyə cəlbi vacibdir. Konkret olaraq Azərbaycandakı istedadlı gənclərdən danışaq. Kimləri haraya cəlb etmək, komandalar yaratmaq, texnologiya transfer mərkəzləri qurmaq və inkişaf istiqamətində addım atmaq üçün menecerlərə ehtiyacımız var. Bugün bunları yatırım edən və özünü yaradan hər kəs ən azı region səviyyəsində texnoloji suverenlik əldə etməklə gələcəkdə bu texnologiyaları və həlləri sata, ölkəsinə valyuta gətirə biləcək və milli valyutanı sabit saxlaya biləcək. Mən hesab edirəm ki, yaxın zamanlarda 8-10 ildən bir baş verən növbəti maliyyə böhranı başlayacaq. Böhran dövründə pul qazanmaq, yeni işlərə baxmaq üçün fürsət yaranır. Azərbaycanda da bu sahədə uğur qazana biləcək böyük potensial var. Ekspert qeyd edib ki, bu sahənin inkişafı ölkəmizə gələcəkdə əlavə üstünlüklər də verəcək. Aynurə Xudaverdiyeva, Xəzər xəbər. Şəkidə idarəetmədən çıxan maşın ağaca çırpılıb, nəticədə sürücü dünyasını dəyişib. Onun azyaşlı oğlu və qohumu ağır xəsarətlər alıblar. Təfərrüatları izləyək. Ata ölüb, azyaşlı övladı və yeniyetmə qohumu isə ağır xəsarət alıb. Hadisə gecə saat 2 radələrində Şəki rayonu ərazisində baş verib. 44 yaşlı Şəki şəhər sakini Təvəkkül Şirəliyev magistral yolda idarəetməni itirib və maşın ağaca çırpılıb. Sürücü Şəki istiqamətdə hərəkətdə olarkən hansısa səbəbdən idarə etdiyi Mercedesdə idarəetməni itirib və avtomaşın yolun sağ hissəsindən sol hissəsinə doğru çıxıb. Və gördüyünüz bu ağaclara, bu maneələrə çırpılaraq məlum hadisə baş verir. Qəza zamanı sürücü Təvəkkül Şirəliyev, avtomobildə olan sərnişinlər, sürücünün 9 yaşlı oğlu və 15 yaşlı qohumu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alanlardan 9 yaşlı uşağın vəziyyəti daha ağırdır. Diaqnozu müştərək travma, ağır açıq kəllə-beyin travması ilə müalicə alır. Bütün bunlara baxmayaraq xəstənin vəziyyəti çox ağır olaraq qiymətləndirilir. Digər üçüncü şəxs isə 2010-cu il təvəllüdlü, dəqiqləşməmiş kəllə-beyin travması, travmanın nəticələri diaqnozu ilə o da Şəki rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin reanimasiya şöbəsindədir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır. Rəhman Həkimzadə, Əli Cəfərov, Xəzər xəbər. Binanın zirzəmisinə 2 metrə yaxın çirkab dolub. Xəzər xəbərə müraciət edən sakinlər deyirlər ki, bir müddət əvvəl yağan yağışlar səbəbindən kanalizasiya sistemi tutulub və binanın zirzəmisinə çirkli su axır. Üfunətdən isə binaya daxil olmaq belə mümkün deyil. Bəs aidiyyəti qurum problemi aradan qaldırmaq üçün hansı addım atacaq? İzləyək. Binanın zirzəmisinə su dolub. Üfunət ətrafı bürüyüb. Görüntülər paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi Neftçilər küçəsi 9 nömrəli binadandır. Sakinlər deyirlər ki, bir neçə gün əvvəl yağan yağışlardan sonra binaya və ərazidə olan digər çox mərtəbəlilərə gələn kanalizasiya sistemi tutulub. Nəticədə binanın zirzəmisinə 2 metr hündürlüyündə çirkab dolub. Ayın 19-undan vəziyyət bugündədir. Evdə iydən oturmaq mümkün deyil. Qətiyyən kanalizasiya daşıb zirzəmiyə. Oradan tutulur, gəlir üzə hamısı bizə. Evdə demək olar ki, nə çörək yeyə bilirsən, nə uşaqlar. Nəfəs almaq olmur da, çox pis vəziyyətdədir. Bu tək bizim binanın deyil. Bütün gələn yolun magistral suyudur. Hamısı dolub zirzəmiyə. Özünüz də gördünüz, hardasa bir metrədən yuxarı su var. Yəqin ki, getdikcə qalxacaq. Yağışlardan sonra kanalizasiya sistemi tutulub və bütün hamısı çirkab sular zirzəmiyə axır. Mümkün deyil evlərdə. Ağcaqanad, siçanlar hamısı qalxır, mənzillərə hücum çəkir. Çox çətindir. İydən dayanmalı mümkün deyil. Mən özüm xəstə adamam. Evdə körpə uşaqlarım var. İnanırsınız, iydən mən o evdə otura bilmirəm. Allahın çörəyini yeyə bilmirsən, ürək bulanma verir sənə.
Sakinlər deyirlər ki, bir neçə gündür davam edən problemlə bağlı aidiyyatı quruma məlumat verilib, lakin heç bir addım atılmayıb. Bina sökülüb, tökülsə, zəngləsə heç biri yaxın durmur. Nə JEK yaxın durur, nə Azərsu yaxın durur, heç biri. Bu gün də məsəl üçün Səbail Su İdarəsinə müraciət etdik. Yenə dedilər ki, gedin narahat olmayın, göndərəcəyik. Müraciət eləmişik Səbail rayon Su Kanal İdarəsinə. Elə deyiblər ki, gələcək, hələ gəlib çıxan yoxdur. Kimə şikayət eləyir? Şikayət eləyirsən, şikayətə cavab verən yoxdur. Nə deyirlər? Zəng eləmişik, gələcək. Hələ də gəlirlər, indi də gəlirlər. Nə vaxta qədər bu belə olacaq? Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Xəzər xəbərin çəkilişindən sonra Səbail rayon Su Kanal İdarəsinin qəza briqadası dərhal əraziyə yaxınlaşıb. Zirzəmiyə dolan çirkab təmizlənib və kanal şəbəkəsinə ötürülüb. Kanalizasiya sistemində baş verən qəza isə aradan qaldırılıb. Nərmin Məmmədhəsənli, Samir Qasımov, Xəzər xəbər. Gəncədə bir ailənin 5 üzvü qidadan zəhərlənib. Belə ki, şəhər sakini 33 yaşlı Elvin Namazov, onun həyat yoldaşı 31 yaşlı Şəkər Ramazanova, həmçinin onların 3 övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində Abbas Səhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan zərər çəkənlərə funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib ki, pasientlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar. 22 aprel 2025-ci il səhər saat 7:30 radələrində 5 nəfər, 3 uşaq, ata-ana olmaqla ürək bulanma, qusma şikayətləri ilə yoluxucu xəstəxanaya müraciət etmişlər. Onlara funksional mədə-bağırsaq pozğunluğu diaqnozu qoyulduqdan sonra müvafiq tibbi yardım göstərilmiş, vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılmışlar. Bakının mərkəzində sakinlər yaşadıkları ərazinin illərdir ki, kimə məxsus olduğunu öyrənə bilmirlər. Müxtəlif qurumlara müraciət etsələr də heç bir nəticə yoxdur. Bəs bu ərazi ümumiyyətlə kimə məxsusdur və burada nə tikiləcək? Bura paytaxtın Yasamal rayonu Cabbar Qaryağdıoğlu küçəsi 50-52 ünvanıdır. 12 ailənin yaşadığı bu qanunsuz tikililər ətrafında yaranan problem uzun illərdir həllini tapmır. Sakinlərin sözlərinə görə bu ərazi təxminən 25 il öncə Mars MTK tərəfindən çoxmərtəbəli binaların inşası üçün ayrılıb. Həmin binalar tikilsə də bu qeyri-qanuni tikililər sökülməyib və indiyədək orada insanlar yaşayırlar. Sakinlər bildirirlər ki, çoxmərtəbəli binanın istismarından yaranan fəsadlar, nəmişlik, kanalizasiya və infrastruktur problemləri birbaşa onların həyatına təsir göstərir. 25 il bundan qabaq 54 qapı getdi, 52 qaldı. Nə qədər dedilər ki, biz bu binanı P hərfi kimi tikəcəyik, P hərfi kimi, bu bina P hərfi kimi olacaq. P hərfi kimi olsa sizin evlər gedəcək. 25-26 ildir bu binalar tikilib. Hələ biz gözləyirik. 25 ildir onların bax su axdıqları bizim evimizin içərisində. Solular basıb evimin içərisinə. Evim bax nə qəzalıdır. Sakinlərin sözlərinə görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onlara bildirilib ki, bu ərazi başqasına məxsusdur. Dəfələrlə bax deyirəm, yenə məktub yazılır, dəfələrlə qurumlara cavab yazılır. Ancaq bizə məktub gəlir ki, sizi alınır. Bu qədər. Məsələ ilə bağlı Mars MTK ilə əlaqə saxlamağa çalışdıq. Lakin öyrəndik ki, sözgedən şirkət illər öncə fəaliyyətini dayandırıb. Yasamal rayon icra hakimiyyətindən isə bildirildi ki, Cabbar Qaryağdıoğlu küçəsindəki 31 nömrəli məktəbin həyətində fərdi evlərin yerləşdiyi bu ərazi əlavə tədris korpusunun tikilməsi üçün sərəncamla Təhsil Nazirliyinə ayrılıb. Təhsil Nazirliyi isə münasibət bildirmək üçün bizi Bakı şəhəri üzrə təhsil idarəsinə yönləndirdi. Qurumdan bildirildi ki, məsələ araşdırılır. Yusif Kərimli, Aydın Bayramov, Xəzər xəbər. Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli sayda pul alan şəxslər saxlanılıblar. Şəhər sakini polisə müraciət edərək 2 nəfər şəxsin onun oğlu barəsində sosial şəbəkələrdə video görüntülər yayacaqları ilə bağlı hədələdiklərini və bu yolla 6000 avro pulunu ələ keçirdiklərini bildirib. Mingəçevir şəhər polis şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun
Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Masallıda qəzalı binadan yeni tikilən binaya köçürülən sakinlər qaz və su ilə təmin olunmayıblar. Eləcə də onlar hələ də mənzillərinin sənədlərini aidiyyəti qurumlardan ala bilmədiklərindən şikayətlənirlər. Köhnə binadan yeni binaya köçdülər, lakin problemləri bitmədi. Masallıda bir ilə yaxındır ki, yeni binaya köçürülən sakinlər nə kommunal xidmətlərdən istifadə edə bilir, nə də onlara mənzillərin sənədləri təqdim olunur. Söhbət şəhərin Heydər Əliyev prospektində 10 ailə üçün tikilən 2 mərtəbəli yeni yaşayış binasından gedir. Binaya köçürülən sakinlər bildirirlər ki, binada nə qaz, nə su təminatı var, nə də yaşadıkları evlərin sənədləri onlara təqdim olunub. Biz bir ilə yaxındır burada yaşayırıq. Yəni biz əsas şikayətimiz qazla ibarətdir. Bir də ki, suyumuz da yoxdur. Yəni yan binadan bizə su verilir. Suyumuz da yoxdur. Arxa binada su necə? Motorla, su motoru ilə vurulur, o depo var, ambara vurulur, oradan biz istifadə edirik. Sakinlər deyir ki, əvvəllər yaşadıkları bina qəzalı vəziyyətdə olub. Dövlət tərəfindən onlar üçün hazırda yaşadıkları bina inşa olunub. Tikinti başa çatdıqdan sonra 6 ailə mənzillərə köçürülüb. Lakin rəsmi olaraq onlar heç bir qurumla müqavilə bağlaya bilmirlər. Evimiz uçuldu. Orada 10 dənə ailə yaşayırdı, 6-dan 10 dənə ailə yaşayırdı. Ev uçuldu, gecə ilə gəldilər, tökülüşlər, hamısı, icralar hamısı gəldilər. Köçürdülər bizi bilənçi. Ocaqdan da bizim nə suyumuz var, nə qazımız var, nə işıqdakı. İşığı veriblər yaxınlıqda. Evin şəraiti pisdir, yaxşıdır. Şükür Allah, sağ olsun. Bir ilə bu bina hazır oldu. Şükür ayın gəlib yerləşmişik, pis yaxşı. İstəsə bizim bu qazımız yoxdur. Baxın, yaşlı adamı, pensioner adamı. Ona görə bizim çətinlik çəkirik. Binada yaranan problemlə bağlı Masallı Mənzil İstismar Sahəsinin rəisi Tural Ağəmmədov Xəzər xəbərə bildirdi ki, bina hələ də onlara təhvil verilməyib. Buna görə də sakinlərin sadaladıqları problemləri həll edə bilmirlər. Bu həmin 6 ailə həmin şirkətin, tikinti şirkətinin nümayəndəsi tərəfindən bizim balansa verilməməsinə baxmayaraq və sayğacların olmasına baxmayaraq həmin sakinlər ora köçürüb. Sonradan rayon icra hakimiyyətinin, yəni böyük çətinliklərlə də olsa, rayon icra hakimiyyətinin dəstəyi ilə işıq sayğacları təmin olundu, ancaq qaz və su sayğacları məsələsi həllini tapmayıb. Bəli, bəli. Biz də həm bizim Məclis İstismar Sahəsi tərəfindən, həm də rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət olunub. Tural Ağəmmədov onu da qeyd etdi ki, binanı tikən şirkətlə mütəmadi əlaqə saxlanılır və bir ay müddətində sakinlərin səsləndirdiyi problemlər öz həllini tapacaq. Elvin Əkbərov, Kəmalə Əlmuradova, Xəzər xəbər. Davam edirik. Rusiyanın Vladimir vilayətində partlayışlar baş verib. Hadisə vilayətin Kirjaçs rayonunda qeydə alınıb. Partlayışdan sonra Vladimir vilayətinin Kirjaçs rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib və 7 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub. Həmin yaşayış məntəqələri partlayış yerindən 5 kilometr radiusda yerləşir. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, yanğın nəticəsində baş vermiş partlayış hərbi hissədə olub. Yanğına səbəb təhlükəsizlik tələblərinin pozulması olub. Nəticədə ambarda saxlanılan döyüş sursatları işə düşüb. Yanğının söndürülməsi üçün hərbi hissənin və Fövqəladə Hallar Nazirliyinin müntəzəm yanğın söndürmə briqadaları cəlb olunub. İlkin məlumata görə isə tələfat yoxdur. Avropa İttifaqı ölkələri Kiyevə dəstəyi əngəlləmə cəhdlərindən sonra Macarıstanı səsvermə hüququndan məhrum etmə imkanını nəzərdən keçirirlər. Bu barədə Britaniya mətbuatı yazır. Bundan əvvəl rəsmi Budapeştin Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı referendum keçirmək qərarına gəldiyi məlum olmuşdu. Səsvermə bültenlərində Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi sualı qoyulur. Müvafiq plakatlar bütün ölkə boyu asılıb. Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri Manfred Weber'in təsvir olunduğu şüarda onlara bizim əvəzimizə qərar verməyə imkan verməyək deyə sözləri yazılıb.
Belə bugünlük xəbərlərimizdən bu qədər hörmətli tamaşaçılar, sabah eyni saatda yenidən görüşmək ümidi ilə.